Salam canlar, mən bugün sizlərlə qış üçün badımcan ikrasının necə asan və ləzzətli hazırlanmasını paylaşacağım. Ləvazimatların düzgün miqdarını videomun açıqlama hissəsində yazacağım. Oradan girib oxuya bilərsiniz. İlk öncə mən nə edirəm? Badımcanları soyuram, qabığını kvadrat şəklində doğrayıram, duzlayıb kənarda saxladıram hardasa 30-40 dəqiqə və bu vaxt müddətində qalan produktları hazırlayıram. Hamısını gördüyünüz kimi yuyuram və maşından keçirirəm xırda şəkildə. Siz istəsəz ət çəkən maşından da keçirə bilərsiniz və istəsəz belə blenderlə də keçirə bilərsiniz. Belə. Artıq 30-40 dəqiqə keçdi. Görürsüz, badımcan öz suyunu buraxır və əlimizdən badımcanların suyunu yaxşı-yaxşı sıxırıq. Həmçinin gördünüz ki, suyu ilə bərabər onun çərdəkləri də çıxdı. Və sonra da soyuq suyla yuyuruq. Yuduqda da biraz da onun çərdəkləri daha da çıxacaq. Düzdür, tam hamısı çıxmayacaq çərdəklərin, amma yetərincə azalacaqlar. Görürsüz nə qədər çərdək çıxdı. Və sonra da blenderdən keçirdirik badımcanları da. Budur, artıq gördünüzmü? Hər bir şeyi blenderdən keçirdim. Hazırdır uje. Və hazırlayacağınız qazanı qoyursunuz qaza. İlk öncə soğanı yağsız, heç nəsiz əlavə edirik qazana. Yaxşı-yaxşı öldürürük. Soğan öləndən sonra və smışqa yağımızı tökürük. Mən birbaşa çoxlu əlavə etmirəm, yəni az-az, apardığı qədər də. Yəni sonradan yenə azlıq eləsə əlavə edə bilərsiniz. İlk öncə soğanı yaxşı-yaxşı qızardıqdan sonra badımcanları da yenə də suyunu sıxmaq şərti ilə soğanın üzərinə əlavə edirsiniz. Onu da yaxşı-yaxşı soğanla birgə qızardırsınız. Sonra da görürsünüzmü, yağ azlıq elədi. Mən üzərindən əlavə etdim. Çünki badımcan bildiyiniz yağı çox aparır. Ona görə də canına çəkdikcə yağ əlavə edə bilərsiniz. İlk öncə bibərləri tökürəm. Qatışdırıram və bibərdən badımcanı, soğanı bir yerdə qızardıram. Ardınca da sarımsağı tökürəm, qarışdırıram və yenə də qızardıram. Məsləhət görərdim ki, hər dəfə tez-tez qarışdırasınız ki, dibi yanmasın. Ardınca da pomidoru əlavə edirəm. Qarışdırıb yenə də qızardıram. İnandırım ki, çox ləzzətlidir. Mən hər il bu reseptlə hazırlayıram. Yəni, çox ləzzətlidir. Hazırlasanız peşman olmarsınız. Sonra tomat əlavə edirəm. Etməyə də bilərsiniz, amma mən nədənsə xoşlayıram. Pomidor da var, hələ üstəlik tomat da əlavə edirəm. Onda daha da belə qəşəng nasırşınlı alınır da. Ruslar demir, çox belə ləzzətli, gözəl alınır. Siz buna acı biber də əlavə edə bilərsiniz. Mən onun yerinə acikadan istifadə edirəm. Onda da çox ləzzətli olur. Yəni acı sevmirsinizsə heç qatmaya da bilərsiniz, amma siravno badımcan ikrası biraz acı olsa yaxşı olar da yəni. Acılıq ona daha da tam verir. Apardığı qədər duz əlavə edirəm. Duzu da dediyim kimi az-az əlavə edirəm. Çünki çox duzlu da olmasın deyə. Şitdirsə az-az çoxalda bilərsiniz duzunu. Yaxşı-yaxşı qarışdırırıq. Yenidən qərara gəldim ki, biraz da yağ əlavə edim.
Çünki mən bu ikranı xoşlayıram yağlı olanda. Quru heç sevmirəm bu ikranı. Bəlkə mənimlə razılaşarsınız siz də. Yəni yağı üzərinə çıxanda daha çox bəyənirəm. Mən bugün quru göydən istifadə etdim, amma siz istəsəniz təbii göydən də istifadə edə bilərsiniz. Mən də prosta evdə unutmuşdum almağa təbii göy. Evimdə hər zaman mənim quru göy olur. Yeməklərə də istifadə edirəm. Ən çox nədənsə bilmirəm, bəlkə də öyrəşmişəmmi nədirsə, quru göyün tamını daha çox bəyənirəm yeməklərdə, hər bir şeydə. Və sonda da 9%-lıq uksus əlavə edirik. Hardasa 2 xörək qaşığı ilə 1. Və son dəfə qarışdırdıqdan sonra qoyuruq, son dəfə qaynayır. Və bu qaynama müddətində arada qarışdırın, qarışdırmağı unutmayın. Ona kimi bankanın qapaqlarını mən adətən qaynar su ilə belə sterilizavat edirəm. Yəni bu ən asan üsuldur. Və bankaların özünü də təmiz-təmiz yuduqdan sonra quruluyub mikronovkaya qoyuram. Və hardasa 3-4 dəqiqə, uzağa 5 dəqiqə sterilizavat edirəm. Sonra da isti-isti ikranı bankalara yığıram. Ağzımı bağlayıram və dəsmalla örtürəm. Görürsünüzmü necə rəngarəng və ləzzətli bir badımcan ikrası alındı. Əgər bəyəndinizsə şərh yazmağı, videonu bəyənməyi unutmayın. Sağ olun, hələlik.